Qidalanmaya baxın, egzersiz yapın, stresi yönetin. Asan səslenen bu üç cümlə, fikir eləyəndə böyle asanda olur da. Stresi yönetin. Qidaya nəzarət edin. Məncə bunlar arasında nə yeyirsinizsə ondan ibarətsiz. Bu üç maddənin arasında ən çətini, hamısı çətin onsuz da, ən çətini stresi yönetməkdir. Deyir, az yuxu insanı strese salır, daha çox yemək istəyirsən, bədəni strese salır, obeziteye daha da dərinləşdirən, oraya yönəldən bir hal gəlir də, yəni. Az yuxu daha çox yeməyə səbəbiyyət verir. Hamının əzbərlədiyi şeylərdir. O qədər danışıblar, hamı əzbərləyib, amma sadəcə laf olaraq əzbərləyib də, yəni əməl olaraq eləyə bilmir axı. Çünki çox çətindir. Bir iki dənə eləyirsən, bir iki dənə yenə paralel olaraq yanlışları eləyirsən. Çünki bədən öyrəşib artıq. Pis qidaya bədəni öyrəşdirmirsən. Porsiyonlara nəzarət edirsən, öğünləri daha az yeməyə. Baxır da kimə nə deyirlər. Bəzilərinə deyirlər tez-tez ye, bəzilərinə. Öğünü azaltmaq nə deməkdir? Öğünü azaltırsansa məcbur araya bir şey atmalısın da. Yəni 5 saat az qalmaq hər adamın bacardığı bir iş deyil. Bəziləri ondan da çox qalır. Yəni 16 saat da az qalır, 7 saat da az qalır. Çox qəşəng bumbuz hava var. Mən həmişə mental sağlığı toparlamaq üçün, yürüyüş üçün ən ideal bir hava olaraq bilirəm bu havanı. Dekabrda da olur, yanvarda da olur, bəzən fevralda da müşahidə olunur deyə yadımda qalıb. En azından 6 il əvvəl belə idi. Son illərdə bilmirəm, bəzən soyuğa dözümlülük olmur, zaman dəyişir də. Bəzən əllər bumbuz olur, qan dövranı yaxşı işləmir, qanı hiss etmək lazımdır, yürüyüş ona xidmət edir, 1 saat gəzmək, nə bilim 10 min addım atmaq. Hərənin öz norması var da, bunları ümumi şey olaraq deyirlər. Yorulanda istirahət eləməlisən, davam eləyə bilsənsə bilərsən. Bəzən tənbəlliyinlə ciddi bir şəkildə mübarizə aparmalısan. Ya da deyilən sözü olur ki, həzm edə biləcəyin qədər yeməlisən. Yəni yandıra bilirsənsə, laf çox yeyə bilərsən. Nə vaxtsa deyilirdi. İndi heç onu da eşitmirəm, sözün düzünü desəm. Yollar yenə boşdur, maşınlar istədikləri kimi hərəkət edirlər. Bu da yəni ideal bir görüntüdür.